Salam değerli şagirdlər. Puzadan üslü ifadelərdən sual izahını davam edirik. Bu test 3A-dır. Deməli, birinci sualda tək qüvvətlər verilib. Əgər iki ifadənin eyni və tək qüvvətləri bərabərdirsə, onda bu iki ədəd, iki ifadə bir-birinə bərabər olmalıdır. Buradan 2x 8, x'imiz 4 olur. Dördüncü suala baxırıq. Yuxarıdakı denklemi sağlayan x dəyərlərinin çarpımı. Nəyə diqqət edəcəm? Bu ifadənin cavabının 1 alınması üçün variantlar. Birinci, x sıx 2 olmalıdır 1. Buradan x 3 alınır. Çünki 1'in bütün qüvvətləri 1'dir. İkinci, x sıx 2 olmalıdır mənfi 1. Buradan alınır x 1. Amma x'in yerinə 1 qoyanda bu olur mənfi 3. Mənfi 1'in cüt qüvvətləri 1 olur. Bunun yerinə 1 qoyanda mənfi 3 alındığı üçün bunu götürmürəm. Sonra üçüncü variant qüvvətin 0 olduğu variantdır. Buradan x 2 və mənfi 2 alınır. Buradan da uşaqlar x 2 olduqda burada yerinə qoyanda alınır 0 üstü 0. Bu da təyin olunmayıb. Ona görə bunu da götürmürəm. Yəni qüvvət 0 olduqda baxmalıyıq ki, taban əsas 0 olmasın. Digər qiymətimiz x-in mənfi 2 qiymətidir. Mənfi 2 və 3. Çarpım deyirdi mənfi 6. İkinci sualda birinci sual kimidir, amma qüvvət cütdür artıq. İki ədədin cüt qüvvəti bərabərdirsə, ya onlar bərabərdirlər, ya da bir-birinin əksidirlər, türkçə tərsidirlər. Buradan x alınır 4. Buradan 3x alınır mənfi 6. X olur mənfi 2. 4-nə mənfi 2. Hansı? Bu mənfi 4'dür. 1 çıx 5. Mənfi 4, mənfi 2. Beşinci sual. Siləydim. Beşinci sual. Deməli, x bölü y lazımdır. Bunu belə yazacağım. 4'ü yazıram 2 üstü 2x bərabərdir 3 üstü 18. Burada da 2 üstü y bərabərdir 3 üstü 6. Belə bir qayda var idi ki, bunlar bərabər olduqda 2x bölü y, yəni 2'nin qüvvətlərinin nisbəti 3'ün qüvvətlərinin nisbətinə 18 bölü 6'ya bərabər olur. Bu eləyir 3. Buradan da x bölü y olur 3 bölü 2. C variantı. Üçüncü sual. Baxın, cavab 1 alınıb. Bayaqki sualın daha sadə versiyasıdır. Deməli, birinci variant x üstəgəl 1, 1 olur. Buradan x 0 alınır. İkinci variant x üstəgəl 1, mənfi 1 olur. Buradan x mənfi 2 alınır, amma x-ə mənfi 2 verəndə bu mənfi 5 elədi. Tək oldu. Götürmürəm. Üçüncü variant x üstəgəl qüvvət x sıxı 3, 0 olur. X olur 3. 0 və 3. Altıncı sual. Altıncı sualda x vur y vur z istəyir. Görək nə edə bilərik? Bundan başlayayım. 2 üstü 2x bərabərdir nəyə? 5'ə. Bu nədir uşaqlar? 5 üstü 3z. Bu da bərabərdir 9'a. İndi mən bilirəm axı 5 nəyə bərabərdir? 2 üstü 2x-ə. Burada yerinə qoyuram. Olur 2 üstü 2x üstü 3z bərabərdir 9. Buradan alınır 2 üstü 6xz. Bunları vurdum. 9 nə deməkdir? 3'ün kvadratı. 3'ün kvadratı. Gəlirəm. 27 üstü y2'dir. Bir dənə köçürüm buraya. 27 üstü y2'dir. Biz bilirik ki 2 üstü 6xz 3 üstü 2'dir. İndi bu 27'nin 3 üstü 3y yazsam və mən bu ifadədə diqqət elə 2 üstü 6xz 3 üstü 2'dirsə, hər tərəfi 2'yə bölə bilərəm qüvvətlərini. 2 üstü 3xz 3'dür. Aparıb 3'ün yerinə bu ifadəni yazıram. Olur 2 üstü 3xz üstü 3y bərabərdir 2. Buradan da 2 üstü 9x yz 2. Deməli, bu ifadə 1'dir. Bu da olur 9'da 1.
25 üstü B böl A. Uşaqlar bunu belə yazacağam. Birinci düşünürəm ki, mən bu B böl A-nı necə alım və A bölü B-ni. Bir dəfə ayrı-ayrı yazıram. Baxın, 2 üstü A bölü B. Qüvvəti nəyə böldüm? B-yə. Bunu da B-yə bölürəm. 5 üstü B bölü B-yə. Yəni 5-ə bərabərdir. Bir dəfə də B bölü A lazımdır mənə. 2 üstü hər tərəfi A-ya bölməliyəm. A böl A bərabərdir 5 üstü B böl A. Bu da 1 eləyir 2. Yaxşı. İndi 5 üstü B böl A 2-dirsə, 25 üstü B böl A 2-nin kvadratı olur. 2 üstü 2A bölü B. 2 üstü A bölü B 5-dirsə, bu da olur 5-in kvadratı. Cəmləri də oldu 29. 10-cu suala baxaq. 10-cu sual qəşəng sualdır. Bunu parçalayıram. 5 üstü vururam. X, Y üstə gəlir. Bu 5 üstü X eləyir. Vurma yox. Vur 5 üstü X. Yəni bu X, Y üstə gəlir X uşaqlar. Ayrılım belə yazdım. İndi bunu necə istifadə eləyək? Mən 5 üstü X, Y yazsam 5 üstü X üstü Y vur 5 üstü X'in də 2 olduğunu bilirəm. Axı biz bilirik 5 üstü X nədir? 2-dir. Bu da oldu 2 üstü Y. Bəs o nədir? 5-dir. Oldu 5 vur 2 10 cavab. 8-ci sual. Bayaqki suala oxşuyur. Bunu belə yazacağım. 2 üstü A'da A vur 2 üstü A'da B. Üstəgəl 3 üstü B'də A vur 3 üstü B'də B. Mənə əsas lazım olan bu B bölü A-nı tapmaqdır və A bölü B-ni. Burada bir dəfə qüvvətləri B-yə bölürəm. Olur 2 üstü B bölü B, yəni 2. Bir dəfə də qüvvətləri A-ya bölürəm. Bu da olur 2 üstü B bölü A bərabərdir 3. İndi mənə nə lazımdır? Bu onsuz da 2 eləyirdi. Bu 1'dir. 2 üstü B bölü A nədir? 3'dür. Vur 3. 3 üstü A bölü B 2'dir. 3 üstü B bölü B'de 3 eləyir. Bu da elə də 12. Maraqlı sual daha variantı. Buna baxaq uşaqlar. Mən burada 2 vur 9 üstü x'i tapa bilərəm. X'i taparam. Bunlar alt-alta toplayıram. Bunlar gedir. Olur 2 vur 9 üstü x 162. Buradan 9 üstü x 81 çıxır. X olur 2. X'in yeni 2 qoysam bu 81 olar. 82 alınmasın x də 0 olar. Bu da olur 3 üstü 0 çıx 2. Yəni 3 üstü mənfi 2. Bu da 1 bölü 9 deməkdir. 9-cu sual. Neyləyə bilərəm görəsən? 5 üstü 4 y bölü 3x çıx y. Bu 3x vur 3x yaza bilərəm. 3x bərabərdir 3 üstü y vur 5 üstü y. Buradan da 3 üstü 3x çıx y bölümü olduğu üçün bərabərdir 5 üstü y. Bu 3x çıx y burada bir yerdə alındı. Mənə lazımdır 5 üstü 4y böl 3x çıx y. Bunu da belə bir şey yazsam. 5 üstü 1 böl 3x çıx y üzəri 4y. Buranda bu alınmış olsun. İndi baxın uşaqlar. 4y yazmayayım uşaqlar. Yəni 4'ü bura, y buraya yazın. Y. 4'ü buraya yazın. Burada 4 qalsın. Burada 4. Bu 7. Yəni burada əgər mən bunun qüvvətin 3x çıx y-ə bölsəm, bunun qüvvətin 3x çıx y-ə bölsəm, nəticədə bu eləyər 3 üstü 1, yəni 3. Deməli bu ifadə neymiş? 3 imiş. Bu da oldu 3 üstü 4, 81. Qəşəng sualdır. Şimdi baxın.
Burada nədir məsələ? 2-də 1 0 və 1 arasında olduğu üçün kiçik işarəsi olanda bu 2a üstəgəl 3 və a üstəgəl 5. 2-də 1 0 və 1 arasında bir ədəd olduğu üçün qüvvət böyüyükcə cavab kiçilir. Bu kiçikdirsə, deməli bu tərs olmalıdır. Burada nə alınır? A böyükdür 2, bu da 3 eləyir. Minimum. 9'u yazıram 3 üstü 2. Bu da olur 3 üstü 2'ni buna vuranda 4a üstəgəl 6. Kiçikdir 3 üstü a plus 27. Burada nə alınır? 3 artıq 1-dən böyük bir ədəddir. 4a üstəgəl 6 kiçikdir a üstəgəl 27. 3a kiçikdir 21. A kiçikdir 7. Maksimum 6. 16 bunlardan sonra asan gələcək bir sualdır. Belə bir sualı həll eləyəndə baxanda ki, bu ədədlərin heç birinin bir-birinin qüvvəti kimi yaza bilmirəm. Bunlara bölən düşünürəm ortaq. EBOB. Yəni bunu yazıram 2 üstü 4 üstü 10. Bunu yazıram 3 üstü 5 üstü 10. Bunu yazıram 5 üstü 3 üstü 10. Bu 16 üstü 10 olur uşaqlar. Bu 243 üstü 10 olur. Bu da 125 üstü 10 olur. Ve biz hamısı 10 olduğu için rahat müqayisə edə bilirik ki, ən kiçik x-dir, sonra z-dir, sonra y-dir. İndi burada məsələ nədir? 7'də 1, 7'də 1. 7'də 1 nədir? 0 ilə 1 arasındadır. Ona görə qüvvəti kiçik olan böyük olmalıdır. Qüvvəti ən kiçik olan nədir? B. Deməli, ən böyük B-dir. Ən balaca nədir? A-dır. A kiçikdir C, kiçikdir B. 17-ci sual yuxarıdakı suala oxşuyur. Bunlara ortaq 17-dir, görə bildim. 5 üstü 4 üstü 17. 2 üstü 3 üstü 17. Bu olsa çox rahat görünür əslində. Əslində uşaqlar, yəni məntiqlə də görmək olar da. Həm əsası ən kiçik budur, həm qüvvəti onlardan kiçikdir. Avtomatik görünür ki, B ən kiçikdir. Bunu da A və C-də artıq biraz düşünmək lazım olacaq. Ona görə elə yazıram. 3 üstü 5 üstü 17. Bu 243 üstü 17 olur. Bu 625 üstü 17 olur. Bu 800 üstü 17. Bu çox asan görünürdü. B kiçikdir. C kiçikdir A. Beşte 1 0 ve 1 arasındadır uşaqlar. 0 ilə 1 arasındadırsa, deməli qüvvət artanda cavab kiçilir. Ən böyük qüvvət budur. Deməli ən kiçik y-dir. Sonra z-dir, sonra x-dir. Qüvvət böyük olanda cavab daha kiçik olacaq. Y, z, x. 18. 1 tam dövrdə 1. Bu 1 tam 9'da 1'dir. Bu da elə 10 bölü 9'dur. Yəni bunlar bərabərdir. 10 bölü 9 da 1-dən böyük bir ədəd olduğu üçün qüvvəti böyük olan daha böyük olacaq. 3x sıx 1 böyükdür x üstəgəl 9. 2x böyükdür 10. X böyükdür 5. 6 oldu cavabımız. Eşitsizliğini sağlayan x'in en büyük tam sayı değeri. Bakın 25'te 4. 2'de 5. Üstü mənfi 2'dir. Bununla yazdım. Üzerinde de birdən x plus 1. Bu olur 2'de 5. Üzeri mənfi 2x sıx 2. Bu ifadəyə baxıram. Bu ifadəyə baxıram. Deməli 2 sıx 3x. 5 bölü 2 birdən böyük olduğu üçün böyükdür. İşarəni dəyişmirəm, yəni mənfi 2x sıx 2. Mənfi 3x keçir o tərəfə 2x. Mənfi x böyükdür. 2 keçir o tərəfə mənfi 4. Mənfiyə böləndə x kiçikdir 4. En büyük tam sayı değeri 3. 22 nəsə uzaqdan çətin oxşuyur. Ümid edirəm səhv düşünürəm. 15 üstü B. Burada əsas bu B çıx A, B. B vur 1 çıx A. Ümumiyyətcə 15 üstü B və 15 üstü A lazımdır bizə. Buna da yazaq. Yazıram. Görün parçalasaq bir şey çıxacaq. 15 üstü B
vur 15 üstü mənfi AB vur 15 üstü 1 yəni 15. Yəni düz yazmış oldum. 15 üstü B ilə işim yoxdur. Mən 15 üstü A'nın 5 olduğunu bilirəm. Bunu yazsam əgər 15 üstü A üzəri mənfi B heç nə dəyişmiş olmaram. Bu da 15. Sonra bu oldu 15 üstü B. Bunu bilirəm də uşaqlar, bu 5'dir. 15 üstü A 5'dir. Bu da oldu 5 üstü mənfi B. Vur 15. 15 üstü B'nin de 3 üstü B vur 5 üstü B yazsam. Bunlar birbirini aparar. 3 üstü B de 2'dir. 2'nin de 15'e vuranda 30. Köşeniz oldu. Yirminci sual. 20 qəşəng yox, uzun sualdı. Bezdirici sualdı. Baxaq buna. Bunun hamısını buna vursam görəsən daha rahat olacaq, yoxsa vurmayayım? Vurum, məcbur. 3 vur 12 üstü 1 çıx x çıx 3 üstü x vur. Gəlin bunu biraz da düzəldək. 12 üstü 1 çıx x nə deməkdir? Silim sonra. 12 üstü 1 çıx x 3 üstü 1 çıx x vur 4 üstü 1 çıx x deməkdir. Biz bu ifadəni tək-tək bunlara vuraq. İndi 3'ü buna vuranda olur 3 üstü 1 bu, bir de bu 2 çıx x. Vur 4 üstü 1 çıx x. Çıx. 3 üstü x'i bura vuranda buradakı x ilə buradakı x gedir. Qalır 3. Vur 4 üstü 1 çıx x. Bu da belə. Sonra axırıncı bu ifadəni vuranda 4 üstü x ilə bu x gedir. Olur 4. 3 üstü x ilə də bu x gedir. Bu 1 ilə də bu 1 getmir. 3 üstü 1'dir. Bu da 3 üstü 1'dir. Oldu 3 üstü 2. Bərabərdə 36. Baxın uşaqlar, bu da 36 eləyir. Bunlar gedir. Gözəl. Alınır belə bir ifadə. Buradan da 3 üstü 2 çıx x vur 4 üstü 1 çıx x bərabər olur 3 vur 4 üstü 1 çıx x. Bunlar eynidir, getdilər. Deməli bu 3 üstü 1'dir. Yəni 2 çıx x 1'dir. X qardaşımız da 1 oldu. 23'e diqqət eləyək. Bunlardan sonra daha asan bir sualdır. 23'də 2 üstü A 10'dur. Bax, diqqət eləyin. 2 üstü 3 8'dir. 2 üstü 4 16'dır. Deməli A 3 və 4 arasında bir ədəddir. B isə 3 üstü 3 27'dir. 3 üstü 2 9. 2 ilə 3 arasındadır. C isə konkret 3'dür. İndi bu ədədlərə baxanda ən balacası B'dir, sonra C'dir, sonra A'dır. A vur B, A üstü 2B. Baxaq buna. Görün nə edə bilərik. A vur B bərabərdir A üstü 2B. Burada nə var? A üstü 2 bərabərdir A üstü B vur B. Yuxarıda B alınır A üstü 2B. Bu A üstü 1'dir. Bölürəm çıx 1. Aşağıda da B alınır A üstü 2 çıx B. Bunların hər ikisi B-ni verdiyi üçün deməli 2B çıx 1-dən 2 çıx B bərabərdir. Çünki ikisinin də cavabı B alınıb. Buradan da alınır 3B bərabərdir 3, B də oldu 1. Baxaq. Məsələ nədir? 3'ün hansı qüvvəti 25'e yaxındır? Ya da belə düşünək. 3 üstü 2 nədir? 9'dur. 3 üstü 3 nədir? 27'dir. Bunun cavabı 25 alınırsa, deməli bu qüvvət 2 və 3 arasında bir ədəddir. Hər tərəfi 2 əlavə eləyirəm. 4 və 5. Sadə bir sual idi. Bu da bu testin və dərsin son sualı.